Salam, hər vaxtınız xeyir olsun. Bu günləri atmosfer bölməsinin digər mövzuları olan, yəni atmosfer təzyiqi, küləklər, siklon və antitsiklon haqqında məlumat verəcəm. Başlayaq dərsə. Atmosfer təzyiqi nədir? Yer kürəsini əhatə edən havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsinə atmosfer təzyiqi deyilir. Atmosfer təzyiqi hava kütləsinin çəkisindən, havanın temperaturundan, yüksəkliyindən asılı olaraq dəyişir. Atmosfer təzyiqini ölçmək üçün civəli barometr və yaxud da mayeəsiz barometr adlanan cihazla ölçürlər. Atmosfer təzyiqi 45-ci paraleldə okean səviyyəsində, yəni okean səviyyəsində 0 metr və 0 Selsi temperaturda 760 millimetr civə sütununa bərabərdir. Yəni bu normal atmosfer təzyiqi 760 millimetr civə sütununa bərabərdir. Hansı şərtlərdə? 45-ci paralel, okean səviyyəsində və 0 Selsi temperaturda. Yəni bu şərtlər altında bəli, normal atmosfer təzyiqi 760 millimetr civə sütununa bərabərdir. Əgər atmosfer təzyiqi 760 millimetrdən çox olarsa, bu yüksək təzyiq adlanır. Aşağı olarsa 760 millimetrdən artıq təzyiq hesab olunur. Bu günə qədər yer kürəsində ən yüksək atmosfer təzyiqi Rusiyada Sibirdə qeydə alınmışdır. 816 millimetr civə sütunu. Ən alçaq atmosfer təzyiqi isə Yaponiyada Nensi qasırğası zamanı qeydə alınmışdır. Yüksəkliyə qalxdıqca atmosfer təzyiqi qiyməti dəyişir. Yəni yüksəkliyə qalxdıqca hər 10 metrdə 1 millimetr civə sütunu azalır. Bu qanuna uyğunluq təxminən 3000 metrə qədər ödəyir. 3000 metrdən sonra yəni bu qanuna uyğunluq belə deyək ki, Floridə işə yaramır. Hər 10 metrdə 1 millimetr atmosfer təzyiqinin azalmasına barik pillə deyilir. Burada bu sxemdə fikir versək, bəli 3000 metrə qədər yəni 3000 metrə qədər atmosfer təzyiqi belə deyək ki, bizim dediyimiz qayda qanunla 10 metrdə 1 millimetr civə sütunu azalır. Amma 3000 metrdən yuxarı qalxsaq, fikir veririk ki, burada qanuna uyğunluq pozulur. Bu qanuna uyğunluq 3000 metrə qədər deyək ki, ödəyir. Eyni atmosfer təzyiqinə malik olan nöqtələri birləşdirən əyri xətlərə izobarlar deyilir. Dedik ki, 10 metrə qalxdıqca 1 millimetr civə sütunu atmosfer təzyiqi azalır. Bu səbəbdən bizə test tapşırıqları qarşımıza çıxır. Dağın hündürlüyü, yamacı və yaxud da belə bina da ola bilər. Binanın hündürlüyü deyir ki, 230 metrdir. Əgər binanın aşağısında atmosfer təzyiqi bir bina çəkək, binanın hündürlüyü 230 metrdir. Yəni, binanın hündürlüyü nə qədərdir? 230 metrdir. Deyir, binanın aşağısında atmosfer təzyiqi 745 millimetr civə sütunudur. Binanın deyir, damındakı atmosfer təzyiqini hesablayın. Yəni, buradakı atmosfer təzyiqini hesablamalıyıq. Burada deyəcək X. Əgər hündürlük, baxın, hündürlük nə qədərdir? 230 metr. Yəni, bu damı ilə binanın aşağısı hündürlük fərqi nə qədər? 230. 230-a X deyirəm. 10 metrdə nə qədər dəyişirdi? 10 metrdə 1 millimetr dəyişirdi. Buradan da hesablasaq 10x bərabərdir 230. Buradan da x bərabərdir 23. 23 millimetr civə sütunu azalacaq. 745-dən çıxsam 23-ün bu dedər
722. Deməli, binanın dabanında atmosfer təzyiqi 722 millimetr civə sütununa bərabərdir. Və yaxud da bu cür tapşırıq verilə bilər. 0 metr hündürlükdə atmosfer təzyiqi 760 millimetr civə sütunudur. 3000 metrdə atmosfer təzyiqi nə qədər olar? 10 metrdə 1 millimetr civə sütunu dəyişirsə, bu belə deyək ki, 1000 metrdə nə qədər dəyişər? 1000-də əlbəttə ki, 100 millimetr civə sütunu dəyişər. Yəni azalar. Burada da bizim məsafəmiz 3000-dir. Yəni 0 metrdən 3000-ə qalxmışıq. 1000-də 100-dürsə, 3000-də nə qədərdir? X yazsaq, x-imizi buradan taparıqmı? 300. Deməli, 300 millimetr civə sütunu azalmalıdır. Hündürlüyə qalxdıqca azalır. Azalmalıdır. 760-dır 0 metrdə. 760-dan biz 300-ü çıxsaq, bu da edər 460. Deməli, 3000 metr hündürlükdə atmosfer təzyiqi 460 millimetr civə sütununa bərabər olar. Fərqi yoxdur. Bəzən hündürlükdə verə bilər. Hündürlükdən aşağı, məsələn, 4000 metrdə verər ki, atmosfer təzyiqi tutaq ki, 4000-də verib 360 millimetr civə sütunu. Burada nə edərik? Desək ki, tapın 2000-dəki. 2000-də atmosfer təzyiqi X. Bu şəkildə versə, baxaram, hündürlük fərqi nə qədərdir? 4000-ə 2000 arasında 2000 məsafə var. 2000 məsafə varsa, onda 1 millimetr civə sütunu dəyişirsə, 2000 nə qədər dəyişər? 200. Amma mən aşağı düşürəm axı, hündürlüyə qalxmıram. Aşağı düşürəmsə, deməli atmosfer təzyiqi nə edir? Artar. 360-ın üstünə gələrəm. 200 atmosfer təzyiqi, yəni civə sütunu. Bu da eləyər 560. Deməli, 2000 metr hündürlükdə atmosfer təzyiqi 560 millimetr civə sütununa bərabər olar. Test tapşırıqlarını bu cür həll edirik. Çətin bir şey yoxdur. Atmosfer yer səthində deyirik ki, coğrafi enliklər üzrə günəş şüalarının düşmə bucağı fərqli olduğu üçün, yəni istilik də qeyri-bərabər paylanmışdır. Bu səbəbdən yer səthində 7 təzyiq qurşağı yaranır. 7 təzyiq qurşağı, 4 yüksək təzyiq qurşağı yaranır, 3 isə alçaq təzyiq qurşağı yaranır. Fikir versək, burada ekvatorial alçaq təzyiqdir, bir də mülayimlər alçaq təzyiqdir. Tropik və qütblərimiz isə yüksək təzyiqlərdir. Ekvatorda deyək ki, hava qızır və hava qızıb yüngülləşir. Qızan hava yüngül olur. Hava qızır və yuxarı qalxır. Yuxarı qalxdıqda, hava qızıb yuxarı qalxdıqda bu bulud nə edir? Qalxan hava yağıntı verir. Bu bulud öz yağıntısını verir ekvatora. Və havaya qalxan bu bulud sonra gedir tropiklərə. Fikir versək, burada da yüksək təzyiqdir. Atmosfer, məsələn, troposfer yuxarı sərhədlərində burada necə yaranır? Yüksək təzyiq yaranır. Tropikdə yuxarısında isə alçaq təzyiq yaranır. Külək isə hava axınları da yüksək təzyiqdən alçaq təzyiq əsirlər. Və buradan da tropika enir. Burada hava qalxıraq, qalxan hava nə edir? Soyur və ağırlaşır. Soyub ağırlaşan hava gəlir tropiklərdə yer səthinə enir. Bu ekvatorda yağıntısını verir. Bu bulud hava kütləsi yağıntısını verir ekvatora. Deməli, bura gələn, tropika gələn hava quru havadır, quraq hava. Və quraq hava tropiklərdə aşağı enir və qızır. Və tropiklərdə yüksək təzyiq yaranır. Yüksək təzyiq yaranır. Bu səbəbdən tropiklərimiz buludsuz, aydın hava müşahidə olunur. Tropiklərdə düz radiasiyanın kəmiyyəti
daha böyük olur. Çünki bulutsuz olur axı. Bu səbəbdən də tropiklərdə, yəni quraq tropiklərdə, səhralarda belə deyək ki, düz radiasiya kəmiyyəti böyük olur. E, Mülayimdə də yenə də qızan hava yuxarı qalxır və yuxarı qalxdıqca soyuyur və yağıntısını verir. Mülayimdən də e, tropiklərə və yaxud da qütb dairələrinə, qütb təzyiq qurşaqlarına, enliklərinə hava axınları yaranır troposferin yuxarı qatında və bu yəni yağıntısını axı mülayimdə verdi. İndi də soyuyub ağırlaşan hava tropiklərdə də enə bilir, qütblərdə də enə bilir. Bu yağıntısını mülayimə verdiyi üçün tropiklərdə də enən hava quru olacaq, qütblərdə də enən hava quru olacaq. Bir də var dinamik təzyiq qurşaqları, termik təzyiq qurşaqları var. Termik təzyiq qurşaqları nədir? Termik təzyiq qurşaqları temperaturdan yaranan təzyiq qurşaqlarıdır. Dinamik təzyiq qurşaqları isə yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan təzyiq qurşaqlarıdır. Dinamik təzyiq qurşaqlarımız 4 dənədir. Mülayimlər və tropiklərimiz dinamik təzyiq qurşaqlarıdır. Tropiklərimiz dinamik yüksəkdir. Mülayimlərimiz isə dinamik alçaq təzyiq qurşaqlarıdır. Dedik ki, termiklərimiz temperatur fərqindən yaranır. Yəni yerin öz oxu ətrafında fırlanmasından yox, temperaturdan yaranır. Termik təzyiq deyirik, termik təzyiq qurşağı. Termik təzyiq qurşaqlarımız 3 dənədir. Termik alçaq təzyiq qurşağı ekvatorial enliklər, termik yüksək təzyiq qurşağımız isə qütblərimizdir. Termiklər, qütblər və ekvator, dinamik təzyiq qurşaqları isə mülayim enliklər və tropik enliklərdir. Bunları qeyd etmişik. Qalxan hava axınları əlamətinə baxaq. Qalxan hava nədir? Havanın sıxılığı və ağırlıq qüvvəsi azalır. Buludluluq və yağıntı artır. Ümumi günəş radiasiyası azalır və səpələnir. Yəni ümumi günəş radiasiyası azalır və səpələnir. Çünki buludluluq artırsa səpələnən radiasiya daha çox olur. Enən havanın əlamətlərinə baxsaq, havanın sıxlığı və ağırlıq qüvvəsi artır və buna görə də enən hava yüksək təzyiq olur. Ağırda axı. Qalxan hava isə alçaq təzyiq olur. Buludsuz, açıq, aydın və quru hava şəraiti yaranır. Məsələn, tropiklərimiz ümumi günəş radiasiyası artır, düz radiasiya şəklində yerə düşür. Bəli, tropiklərimizdə də düz radiasiyanın kəmiyyəti daha yüksəkdir. Küləklər nədir? Biz havanı belə deyək ki, hiss edirik. Hava nədir? Hava şəffaf və rəngsiz olmasına baxmayaraq biz onu daim hiss edirik. Hava daim hərəkət edir və yerini dəyişir. Onun bir yerdən başqa yerə hərəkət etməsindən başlıca səbəbi atmosfer təzyiqinin yer səthinə qeyri-bərabər paylanmasıdır. Yəni təzyiqdən. Təzyiqin fərqli küləkləri yaradır. Yəni küləkləri yaradır. Əgər bir yerdə təzyiq fərqi digər yerə, yəni təzyiq fərqi çoxdursa, daha güclü küləklər, daha güclü hava axını yaranır. Bu səbəbdən yer üzərində ən güclü küləklər Antarktika materiki üzərindədir. Antarktika materiki daha soyuqdur. Okean səthi ilə Antarktika materikinin səthi, yəni bir-birinə temperatur fərqi çox olduğu üçün ən güclü küləklər də orada yaranır. Temperatur çoxalırsa, belə deyək ki, atmosfer təzyiqi azalır. Temperatur azalırsa, atmosfer təzyiqi çoxalır.
Küləyin gücü və sürəti 12 ballıq Beaufort şkalasına görə müəyyən edilir. Küləyin əsdiyi səmtə görə adlandırırlar. Məsələn, külək şimaldan əsirsə, ona şimal küləyi deyirlər. Küləyin istiqamətini flügel cihazı ilə, sürəti isə anometr cihazı ilə ölçürlər. Məsələn, şimal küləyi, şimalda külək şimaldan gəlsə, şimal küləyi və istiqaməti bu şəkildə verilir. Şimal-şərq küləyi şimaldan gələcək və istiqamət də bu şəkildə veriləcək. Cənub küləyi cənubdan başlayaraq şimala bir ox çəkirik. Yəni şimala ox çək. Cənub küləyimiz hara ox çəkdik? Şimala ox çəkdik. Bu şəkildə verilir. Burada Beaufort şkalasına görə küləyin sürəti, küləyin dağıcı fəaliyyəti verilib. Məsələn, küləyin sürəti belə deyək ki, saniyədə 0,2 metrdirsə, bu bal olaraq 0,1 bal arasında dəyərləndirilir və buna şərakət küləksiz hava deyilir. Daha sonra məsələn 1-3 bal zəif, 4-6, yəni 4-5-6 ballar güclü, 7-8 çox güclü, 9-10 qasırğa, 10-11 isə 1-12 isə güclü qasırğa adlanır. Küləklər hər zaman yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə əsir. Yəni yüksək təzyiqdən alçaq təzyiq sahəsinə əsir. Bizim burada bu şəkilə baxsaq, fikir verəriksə, məsələn, bu hava kütlələrinin istiqamətləridir. Burada fikir versək, yüksək təzyiqdən alçaq təzyiqə əsir. Bu şəkildə dövr eləyir, qalxır, hava qalxır, soyuyur, ağırlaşır və yenə də yüksək təzyiqdən hava nədir? Alçaq təzyiqə əsdi. Bu şəkildə də yenə yüksək təzyiqdən alçaq təzyiqə, yüksəkdən alçaq. Bu şəkildə atmosferdə küləklər dövr edir. Külək hər zaman, yadda saxlamaq lazımdır ki, küləklər hər zaman yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Külək gülü sxemi var. Külək gülü sxemi necə qurulur? Birinci üfüqün əsas və aralıq cəhətləri çəkilir və ay ərzində küləkli günlər, məsələn, külək şimaldan əsibsə, bu şəkildə bir gün, 2, 3, 4, 5, 6 gün məsəl üçün verilib şimaldan əsib külək. Bu cür ştrixlənir və tutaq ki, ay 30 gündəndir. 26 günü külək əsib, 4 günü külək əsməyib. Həmən külək əsməyən günü mərkəzdə qeyd edirik. Yəni küləksiz günlərimizi mərkəzdə qeyd edirik. Quruda ən küləkli yer Antarktikada dedik ki, Adel torpağıdır. Adel torpağı uzanır. Burada daimi küləklər, küləklərin gücü saniyədə 88 metrə, yəni saniyədə 1 saniyə 88 metr sürətə çatır. Bu küləklərin sürəti. Ona ehtiyat küləklər də deyilir. Okeanda ən küləkli yer isə yenə də Antarktikada Birlik buxtasında qeydə alınıb. Küləklər müddətinə görə də bölünür. Yəni davam etmə müddətinə görə küləklər bölünür. 3 qrupa bölünür davam etməsinə görə. Daimi küləklər, mövsümi küləklər, sutkalı küləklər. Daimi küləklərimiz passatlar, qərb küləkləri, qütb küləkləri götürülür. Mövsümi küləklər isə mussonlardır, mövsüm xarakterlidir. Sutkalı küləklər isə bir gün istiqamətini 2 dəfə dəyişən, yəni 24 saat ərzində istiqamətini 2 dəfə dəyişən küləklərdir. Bunlara brizlər, dağ-dərə küləkləri deyirik. Daimi küləklər dedik ki, passat, qərb küləkləri, qütb küləklərdir. Passatlar, dedik ki, bayaqları, külək dedik ki, hər zaman yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Tropik yüksək təzyiqdən ekvatora əsən küləklərimiz passatlar olacaq. Tropik yüksək təzyiqdən ekvatora tərəf əsən küləklərimiz nədir? Passatlar olacaq. Passatlar, şimal yarımkürəsinin passatları, fikir versək, şimal yarımkürəsinin passatları şimal-şərqdən cənub-qərbə doğru əsir. Cənub yarımkürəsinin passatları isə
cənub-şərqdən şimal-qərbə əsirlər. Daha sonra deyərik qərb küləkləri. Qərb küləkləri də tropik yüksək təzyiqdən e, mülayim alçaq təzyiqə əsən küləklərdir. Dedik, tropik yüksək təzyiqdən mülayim alçaq təzyiq sahəsinə əsən küləklər qərb küləkləridir. Şimal mülayim, yəni qərb küləkləri, şimal-qərb küləkləri cənub-qərbdən şimal-şərqə əsir. Cənub-qərbdən şimal-şərqə əsir. Cənub-qərb küləkləri isə şimal-qərbdən cənub-şərqə əsir. Bunların istiqamətlərin hökmən bilmək lazımdır. Bəzən testlərdə bu sxem verilə bilər. Yerləri səhv verilə bilər. Deyək ki, hansı külək səhv göstərilmir, yəni hansı külək, hansı daimi küləyin istiqaməti düz göstərilmir deyə sual verilə bilər. Qütb küləklərinə şimal yarımkürəsində şimal-şərq küləkləri, cənub yarımkürəsində isə cənub-şərq küləkləri deyilir. Qütb küləkləri də, məsələn, şimal qütb küləyi şimal-şərqdən cənub qərbə doğru əsir. Bu şəkildə qütb küləkləri isə cənub-şərqdən şimal-qərbə doğru əsir. Bunları da yadda saxlamaq lazımdır. Yenə deyim, küləklər hər zaman yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsirlər. Yerin öz oxu ətrafına fırlanması nəticəsində Coriolis qüvvəsinin, yəni meyl etmə qüvvəsi yaranır. Buna Coriolis deyilir, Coriolis qüvvəsi. Onun təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları, yəni şaqili yox, üfüqi istiqamətdə hərəkət edən hava axınları şimal yarımkürəsində sağa meyl edir. Cənub yarımkürəsində isə sola meyl edirlər. Ekvatordan uzaqlaşdıqda küləklərin meyl etməsi artır. Yenə burada da bayaqki sxem verilib. Daimi küləklər, passatlar tropiklərdən ekvatora doğru əsir. Qərb küləkləri tropiklərdən mülayimə doğru əsir. Şimal-şərq küləkləri və yaxud da şimal küləyi qütblərdən mülayimə əsir. Bu şəkildə yadda saxlamaq lazımdır. Bir də, məsələn, nə diqqət etmək lazımdır? Yenə ekvatorda qalxan hava müşahidə olunur. Qalxan hava yağıntı verir. Mülayimlərdə qalxan hava müşahidə olunur. Qalxan hava yağıntı verir. Tropiklərdə enən havadır, yağıntı vermir. Qütblərdə enən havadır, enən hava yağıntı vermir. Mövsümi küləklər olan musson küləklərinə baxaq. Niyə mussonlar? Çünki il ərzində istiqamətin 2 dəfə dəyişir və bu il ərzində dəyişdiyi üçün mövsümi küləklər deyilir. Qış mussonlar var, yay mussonlar var. Bunların fərqi nədir? Qış mussonları quru səthdən su səthinə doğru əsir. Quru səthdən su səthinə doğru əsdiyi üçün belə deyək, yay mussonları isə su səthindən quruya doğru əsir. Bunun səbəbi nədir? Məsələn, yay mussonunda yayda quru səthi tez qızır. Quru səthi tez qızdığı üçün quru səthdə alçaq təzyiq yaranır. Yəni, hava nə qədər istidirsə, qızdısa, deməli, təzyiq azalır. Quru səthi tez qızdığı üçün yayda quru səthdə alçaq təzyiq yaranır. Suda isə yüksək təzyiq yaranır. Və bu səbəbdən küləkdə deyirik axı, yüksək təzyiqdən alçaq təzyiq əsir və bu səbəbdən yayda sudan quruya əsir külək. Qışda isə necədir? Su səthi belə deyək, daha isti olur. Yəni su gec soyur axı. Quru tez soyur. Quru elə ki, qışda tez soyur. Su isə isti tutumu yaxşıdır, çoxdur. Yəni özünü isti çox saxlaya bildiyin, qışda su daha isti olur. Və su daha isti olduğu üçün su səthində alçaq təzyiq yaranır yenə. İndi burada alçaq təzyiq yarandı. İndi burada da yüksək təzyiq yarandığı üçün yüksək təzyiqdən alçaq təzyiqə doğru küləklər əsir.
buna il ərzində istiqamətini 2 dəfə dəyişirsə, buna mussonlar deyilir. Mussonlar hansı ərazilərdə müşahidə olunur? E, Şərqi, Cənub-Şərqi, Cənubi Asiyada müşahidə olunur. Fikir versək, bax burada Oxot dənizi də verilib. Oxot dənizində də deyə bilərik ki, mussonlar müşahidə olunur. Bir də baxaq Şərqi, Cənub-Şərqi, Cənubi Asiyada və Şimali Amerikanın cənub-şərqində Florida yarımadası olan hissələr mussonlar müşahidə olunur, musson küləkləri. Yay mussonları materiklərə bol yağıntı gətirir və materiklərdə olan çayları, bol su dövrü yay fəslinə düşür. Yəni bu Şərqi, Cənub-Şərqi, Cənubi Asiyada, Şimali Afrikanın cənub-şərqində yerləşən çaylar nə vaxt bol sulu olar? Əlbəttə ki, yay fəslində. Çünki yay mussonları dəniz üzərindən quruya bol yağıntı gətirir. Sutqalıq küləkləri olan brizlər. Brizlər də mussonlar kimidir, bilək. Amma sutqalıqdır bunlar. Brizlər sutqalıq küləklərdir. Brizlər əmələ gəlməsinə quru ilə su səthindəki havanın temperaturu müxtəlifliyi səbəb olur. Gündüz fikir versək, bax bu da mussona bənzəyir. Gündüz qurunun üstündə hava su üzərindəki havaya nisbətən çox qızır. Yəni elə bilin günəş çıxır, suyu qızdırana kimi birinci haran qızdırır? Yer səthini daha çox qızdırır. Və yer səthini daha çox qızırsa, deyirəm, temperatur artırsa nə yaranır? Temperaturla təzyiq nədir? Tərs mütənasibdir. Temperatur artırsa təzyiq azalır. Deməli, quru səthdə nə yaranır? Quru səthdə alçaq təzyiq yaranır. Alçaq təzyiq nədir? Alçaq təzyiq qalxan hava deməkdir. Alçaq təzyiq yaransa hava qalxacaq. Və burada havanın qalxması, hava qızanda yüngülləşir. Və burada havanın qalxması müşahidə olunur. Hava qalxırsa, buradakı hava nə əvəz eləməlidir? Əlbəttə ki, qalxan havanın yerinə hərdansa soyuq hava, yəni qalxan havaya nisbətən soyuq hava gəlməlidir. Və bu gündüz baş verir. Gündüz quru səthi daha tez qızır və bu suyun üzərindəki nisbətən soyuq hava hara gəlir? Quruya gəlir. Bu da olur gündüz brizləri. Gündüz brizləri istiqaməti nə oldu? Sudan quruya oldu. Gecə yenə də bunun əksidir. Gecə su yenə istiliyi yaxşı saxlaya bilir. Quru tez soyur. Su isə istiliyi saxlaya bilir deyə suyun üzərində alçaq təzyiq yaranır. Alçaq təzyiqdə hava nə edir? Qalxır. Hava qalxırsa, onun yerinə, buradakı havanın yerinə hansı hava gəlməlidir? Qıraqdakı soyuq hava gəlməlidir. Və soyuq hava gəlir, deməli burada da gecə brizləri yaranır. Gecə brizlərin istiqaməti harda olar? Əlbəttə ki, qurudan suya olar. Dağ-dərə küləkləri, bunlar da sutqalıq küləklərdir. Burada gündüz dağ-dərə küləkləri gündüz dərədən dağa əsir. Gecə isə belə ki, zirvədən dərəyə doğru əsir. Yəni bu da temperatur fərqindən yaranır. Temperatur fərqi təzyiq fərqinə səbəb olur. Yer kürəsinin ayrı-ayrı ərazilərində özünə məxsus xüsusiyyətinə malik olan yerli küləklər də formalaşır. Bunlar hansılardır? Məsələn, hər ərazidə özünə məxsus küləklər və ad verilir. Şimali Afrika və Ərəbistanda səmum xəmsin küləkləri. Qara dəniz sahilində Bora. Avstraliyada yerli küləklər Vilvili. Sirokko, Mistral, Sirokko İtaliyada, Mistral Fransada. Baykal gölü ətrafında sarma küləkləri, sarma deyilir. Səmum küləkləri quru, isti olmasına görə digər küləklərdən fərqlənir. Dağlıq ərazilərdə təzyiq fərqindən yaranan föhn küləkləri də var. Föhn küləkləri əsasən ilin soyuq dövründə əsirlər. Küləyin istiqaməti adətən dağdan dərəyə doğru olur. İndi isə sinklon və antiklona görək bunlar nədir? Sinklon və antiklon. Sinklon
e, Siklon, burada baxaq. Siklon qapalı alçaq təzyiq sahəsidir. Kənarlarda yüksək təzyiqdir. Mərkəzdə isə alçaq təzyiqdir. Siklonlar yerin öz oxu ətrafına fırlanması nəticəsində belə deyək, yəni yer öz ətrafına fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbin əksinə hərəkət edirlər və kənardan mərkəzə doğru, axı kənar yüksək təzyiqdir. Əgər mərkəz alçaq təzyiqdirsə, kənar deməli nədir? Yüksək təzyiq. Deməli, sinklonlar kənardan mərkəzə doğru hərəkət edir. Şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində. Cənub yarımkürəsində isə bu əksinədir. E, yəni nə əksinədir? Saat əqrəbi istiqamətində hərəkət edirlər. Şimalda əks saat əqrəbinin əksi, cənubda saat əqrəbinin istiqamətinə hərəkət edirlər. Sinkronlarda həmişə külək belə deyək ki, kənardan mərkəzə əsir. Kənardan mərkəzə əsirsə bu sinklondur. Mərkəzdə alçaq təzyiq yaranır. Antisiklonlara gəlsək, antisiklonlar da qapalı yüksək təzyiq sahəsidir. Burada küləklər mərkəzdən kənara doğru hərəkət edirlər. Şimal yarımkürəsində fikir verirsə saat əqrəbi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətinə hərəkət edirlər. Yenə deyək, bu yerin öz oxu ətrafında fırlanması nəticəsindədir. Burada sinklonun əlamətlərinə gəlin baxaq. Sinklonda qalxan hava axınları baş verir. Qalxan hava varsa, deməli burada yağıntı var, bulutluq var, küləkli hava şəraiti var. Külək kənardan mərkəzə doğru hərəkət edir. Mərkəzdə sinklonda mərkəzdə alçaq təzyiq formalaşır. Bu da yüksək yazılıb. Alçaq təzyiq formalaşır. Şimal yarımkürəsi saat əqrəbi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbinin əksinə hərəkət edir. Yayda sərin, qışda mülayim hava formalaşdırır. Bu siklonun əlamətləri olacaq. Antisiklonun əlamətlərinə baxsaq, enin hava axınları baş verir. Enin hava axınları nə edir? Yağıntı vermir, bulutsuz hava olur. Mərkəzdə tam sakit hava şəraiti baş verir. Bu sakit havaya şəlakət deyilir. Bayaq şəlakət adı ilə tanış olmuşduq. Yəni küləksiz hava şəraiti varsa, buna şəlakət deyilir. Mərkəzdə yüksək təzyiq yaranır. Mərkəzdə yüksək təzyiq yaranır. Şimal yarımkürəsinin saat əqrəbi istiqamətində, cənub yarımkürəsində saat əqrəbinin əksinə əsir. Yayda temperatur yüksəlir, qışda isə şaxtalı keçir. Bu da antisiklonun xüsusiyyətidir. Burada yəni buna baxaq. Tropik siklonlar okeanlar üzərində yaranan tropik hava kütləsinin yay ayında ekvatorda çox uzaqlaşdığı sahələrdə baş verir. Tropik siklonlar dənizlərdə güclü dalğaların yaranmasına səbəb olur. Quruya hərəkət edərkən yaranan güclü küləklər və leysanlar yağışları xarakterikdir. Belə deyək ki, Cənubi və Cənub-Şərqi Asiyada bunlara tayfunlar deyilir. Bu küləklərə tayfunlar deyilir. Cənubi və Cənub-Şərqi Asiyada. Amerikada isə buna tufan və yaxud da qasırğalar deyilir. Tropik sinklonlarına. Sinklonların yarandığı ərazilərdə smerç, tornado formalaşır. Smerç nədir? Havanın güclü qızması zamanı yuxarı qalxan hava axınları nəticəsində topa yağış buludları sahəsində yaranan atmosfer burulğanlarıdır. Burulğan kimi formalaşır, atmosfer burulğanlarıdır. Onlar ABŞ-ın cənubunda əmələ gəlir və tornado adlandırırlar. Tornado yüksək sürətlə xortum formasında hərəkət edərək böyük dağıntılara səbəb olur. Tropik sinklonlarının belə deyək ki, əhatə edən ərazilərə baxsaq, hansı ərazilərimiz tropik sinklonlar əhatə edir? Fikir versək, Hindistan yarımadasında, Şri Lanka adasında,
Şri Lanka adasında, burada məsələn Banqladeş ərazisində, Malakka yarımadasında, e, Malakka Hintsin yarımadasına düşür. Malakka Hintsin, Sumatra adasında, Sumatra adasında bu şəkildə yayılır. Məsələn, Böyük Çin düzənliyində, Filippin adalarında, Kore yarımadasında, Yaponiyanın cənub hissələrində, e, Avstraliyanın şimal-qərbində, şərqində, Madagaskar adasında, Kaliforniya yarımadasında, Florida yarımadasında, və yaxud da deyə bilərik ki, Meksika körfəzi sahilində, Yucatan yarımadasında və Kuba, Haiti, Yamayka kimi adalarda deyə bilərik ki, tropik siklonlar e, əsir. Fikir versək, məsələn, Saxara səhrasında, Böyük Səhrada görürsünüz, tropik yoxdur. Ərəbistan yarımadasında tropik siklonlar var, yoxdur. Yəni, testlərdə çalışdırmaq üçün verilə bilər. Ərəbistan yarımadası quraq yerlər də axı verə bilər, amma tropik siklonlar yoxdur bu ərazilərdə. E, Meteoroloji iqlim hadisələrindən bir də toz burulğanlardır. Toz burulğanları nədir? Gəlin ona baxaq. Toz burulğanları mülayim və tropik iqlim qurşaqlarının səhra və yarım səhralarında yaranır. Tayfundan fərqli olaraq toz burulğanları zamanı hava nisbi rütubətliyi 10%-dən az olur. Nisbi rütubət 10%-dən az. Temperatur isə müsbət 50 selsidən yüksək olur. Burulğan zamanı külək yer səthindəki qum hissəciklərini havaya uçurur. Bu proses deflyasiya adlanır. Deflyasiya nəticəsində əkin sahələri, su mənbələri, nəqliyyat yolları, hətta yaşayış məntəqələri qumla örtülür. Bu zaman ətrafda görmə məhdudlaşır, insanların nəfəs alması çətinləşir. Bu tozlar 1000 kilometr məsafələrə qədər gedib çıxa bilir. Toz burulğanları ən çox Şimali Afrikada, Cənub-Qərbə və Mərkəzi Asiyada, yəni səhra və yarımsəhra olan ərazilərdə geniş yayılır. Bəzi hallarda Azərbaycanda palçıqlı yağışlar müşahidə olunur. Bunlar Türkmənistanda, Pakistanda və Səudiyyə Ərəbistanda yaranan toz burulğanları sayəsində Azərbaycana gəlib çatır. Və Azərbaycan gəlib çatanda yağıntı yağıntı şəklində palçıqlı yağışlar yaradır. Toz burulğan tərkibində toksit maddələr var. Bu da zəhərli maddədir. Bu da bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Toz burulğanlar səhralaşma prosesini sürətləndirir, səhraların genişlənməsinə səbəb olur. Səhrada yerləşən şor göllərin sahillərində baş verən tozlu küləklər tərkibində duz kristalları qumla birgə ətrafa səplənir. Bu daha təhlükə yaradır və bu bir də ki, bir-birinə qarışırlar. Yəni gölün ətrafındakı əraziləri, torpaqları məhv edirlər. Əkin yerləri, torpaqları bir sözlə şoranlaşdırır, məhv edir, səhralaşmanı sürətləndirir. Toz burulğanlarının da bir çox regionlarda adlar var, müxtəlif adlarla deyirlər. Şimali Afrikada səmun, xəmsin deyirlər. Ərəbistan yarımadasında həbib deyirlər. Cənubi Avropa ölkələrində, Fransa, İtaliyada sirokko deyirlər bu toz burulğanlarına. Yəni Fransada, İtaliyada da Afrika ərazisindən yəqin gedən toz burulğanları var. Fransa, İtaliyada səhra olmasa da yəqin Afrikadan orada toz burulğanları gedir. İnformasiya fondu məlumat verib, ona baxalım. Azərbaycan ərazisində baş verən meteoroloji hadisələrdən biri də küləklər olaraq Xəzri, Gilavar, Ağyel, Qarayel kimi küləklərdir. Xəzri küləyi Abşeron yarımadasının şimal-şərq istiqamətindən əsir, Gilavar isə cənub-şərq istiqamətindən əsir. Xəzri küləkləri Abşeron yarımadasında küləyin sürəti 40 saniyədə 40-42 metr çatır. Bu zaman Xəzər dənizində 10-12 metrə qədər dalğalar yaranır. Bu da neft quyularına ziyan vurur. İldə 100 dəfə ilə təkrar oluna bilir.
Ölkənin əksər düzənliklərində, dağətəyi ərazilərdə ilin isti dövründə əsən ağ və qara yellər əkin sahilinə zərər vurur. Bu küləklərin nisbi rütubəti kəskin, azdır, torpağın üst qatını sovurur, eroziyanı sürətləndirir. Ölkənin şərq rayonlarında e, cənub-şərq istiqamətində Gilavar küləkləri rütubətin kəskin azalmasına səbəb olur. Bu da əlbəttə ki, rütubət azalırsa, əkin yerlərinə, bitkilərə, ağaclara ziyan belə ki, qurudur, məhv edir. Məhsuldarlığı azaldır. Diqqətiniz üçün təşəkkürlər. Video dərs izahəsinin üçün belə deyək, nəsə öyrəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.